Salam, hər vaxtınız xeyir. Deməli, bu günlərin 5-ci sinif çıxmaya aid, toplama, vurma, bölməyə aid bir sıra məsələlərin izahını verəcəm. Başlayaq birinci tip məsələlərdən. Tutaq ki, 1 çıx 7-də 5. Bu tip məsələlərdə nə edirik? Tam ayırırıq. Birdən tam ayıranda 0 tam qalır, o yazılmır. Digər tam isə digər kəsin məxrəcinə görə yazılır. Yəni bundan bir tam ayıranda bunun tam olacaq 7-də 7. Həqiqətən də 7-ni 7-yə böləndə nə eləyir? 1. Çıx 7-də 5. İndi artıq bunları bir-birindən çıxa bilərik. Bərabərdir 7-də 2. Yəni tam əgər sol tərəfdə olarsa, onda tamına ayırırıq. Və yaxud keçək başqa tip misallara. Misal üçün baxın, 9 çıx 5-də 2. Yəni bunları çıxaq. Yenə bax görürsünüz tam sol tərəfdədir. Sol tərəfdə onu bir tam ayırırıq. Bir tam ayıranda 9-dan 1 çıxıram 8 tam qalır. Bunun tamı digər kəsin məxrəcinə görə yazılır. Digər kəsin məxrəci 5-dir deyə yazıram 5-də 5. Məqsədim nədir? Ki ortaq məxrəc artıq elə 5-in özü olsun da ayrı bir əkobabab tapmayım. Bu da 5-də 2-də qalır öz yerində. İndi tamdan tamı çıxır, kəsirdən kəsir. Bunun tamı yoxdur, yəni 0-dır. 8-dən 0 çıxıram 8. 5-də 2-dən də 5-dən də 5-də 2 çıxanda 5-də 3. Ay, üzülü sayın 5-də 3 eləyir. Aha. İndi davam edək. Baxaq burada. Misal üçün yenə bu tip misaldan deyəcəm. Yəni tam sağda olanda, tam sol tərəfdə olanda tutaq ki 72 çıx 2 tam 11-də 10 tutaq ki. Yenə bax, görürük tam sol tərəfdədir. Yəni birinci tam gələrsə, onda bir tam ayırırıq. Olur 71 tam, onun digər tamı o biri kəsin məxrəcinə görə yazılır. 11-dirsə, deməli 11-də 11 yazıram. Deyəsiniz ki, 11-də 11-in nə mənası var? İndi o açıqlamasını verəcəm. 11-də 11 elə bir demək deyilmi? 71 üstə gəl 1, yeni 72 eləyir. Yəni bizim burada misalı dəyişmək deyil. Biz misalın sadəcə görünüşünü dəyişirik ki, onları biz rahatçılıqla toplayıb çıxa bilək. Burada tamdan tamı çıxırıq, kəsirdən də kəsir çıxırıq. 71-dən 2 çıxsaq 69, kəsirlərdən də çıxsaq 11-dən 10 çıxsaq o da eləyəcək 1. Bu qədər. Sonra yenə bu tip eləyəcəm. Hər tipdən 2 dənə eləyəcəm ki, yəni sonra bunlardan bizdə problem qalmasın. Tutaq ki 27 çıx 5 tam 19-da 4. Baxırıq, yenə bax, birinci tam gəlir. Birinci tam gələrsə, onda tamına ayırırıq. Bu olur, bir tam ayıranda olur 26 tam. Digər kəsirin tamına ayıranda, o biri kəsin məxrəcinə görə yazırıq. O biri kəsin məxrəci nədir? 19-da, deməli 19-da 19 yazırıq. Çıx 5 tam 19-da 4. Gəl indi bunları çıxaq. 26-dan 5 çıxır, tamdan tamı, kəsirdən də kəsirə. 26-dan 5 çıxırıq, olur 21 tam 19-da 15. Bu qədər. Məncə bu tiplərdən artıq kifayətdir. Yəni tam sözümüzü lokallaşdıraq. Tam əgər sağ tərəfdədirsə, yəni birinci tam gəlir, sonra kəsir gəlirsə, bu tamdan biz kəsir hissə ayırırıq. Kəsir hissə də digər kəsirin məxrəcinə görə olur. Tutaq ki, başqa bir tip deyəcəm. 54 çıx 7 tam 11-də 5. Yenə də bax, tam birinci gəlir. Onda tamdan kəsir hissə ayırırıq. 53 tam. Kəsir hissəsi olacaq nə? Bu kəsirin məxrəcinə görə, sürətinə görə yox. Məxrəcdə nədirsə, ortaq məxrəc eləməməyə görə də. 11-də 11 çıx 7 tam 11-də 5. Bərabərdir tamdan tamı 53-dən 7 çıxsaq 46 tam 11-də 11-dən də 5 çıxırıq. O da eləyəcək 4, 6. Çox bu qədər. Yaxşı, gəlin davam edək. Bu tiplərdən məncə kifayətdir. Bu tiplərdən kifayətdir. Gəlin görə indi tam ikinci hissədə olarsa nə edirik? Tutaq ki 10 tam 4-də 3 çıx 5 tam. Tam ikinci gəldi. Tam ikinci gələndə tam hissələr çıxırıq, qutarı getdi. Bunun isbatını verəcəm niyə görə? 10-dan 5 çıxırıq, eləyir 5 tam 4-də 3. Gəlin indi bunun izahını mən sizə verim. Niyə görə? Bax, bayaqki kimi 10 tam 4-də 3 çıx
5-dən 1 tam ayıram, 4 tam. Digər kəsrin məxrəcinə görə olur. Kəsr isə 4-də 4. Bunları çıxanda görürük. 10 böyükdə tam hissəsi böyük olandan çıxır. 3-dən tamları çıxa bilirəm, amma 3-dən 4 çıxmaq olmur axı. Ona görə biz tam sağ tərəfdə olanda sadəcə tamları çıxır, qutarı getdi. Ondan 5 çıxıram, olur 5 tam, 4-də 3. Bu qədər. Yaxşı, davam edək. Bu tiplərdən bir neçəsini işləyəcəm. Deməli, olsun belə. 17 tam 5-də 1 çıx 9. Tam görürük, yenə ikinci hissədədir. İkinci hissədə olanda tamdan tamı çıxırıq, qutarı getdi. 17-dən 9 çıxsaq qalar 8 tam 5-də 1 kəsirimiz də öz yerində qalar. Yaxşı, davam eləyək. Davam eləyək. Burada başqa görün hansı tip tapşırıqlar. Gəlin, bax, bir dənə də bu tipdən işləyəcəm. Baxın, yox, başqa cür verəcəm, qarışıq verəcəm bu səfər. Çıx 11 tam 13-də 11. Bir variant olaraq yadımızda saxlayaq. Tam birinci gəlirsə, onda kəsr sayırıq. Bu olur 26 tam 13-də 13. Onun sonucu niyə? Digər kəsrin məxrəcinə görə yazılır. Çıx 11 tam 13-də 11. 26-dan 11 çıxsaq 5, 15 tam 13-də, 13-dən də 11 çıxaram, eləyəcək. 13-dən 11 çıxanda neçə eləyər? 2. Aydındır. Bu qədər. Yaxşı, baxaq görək, başqa burada nə tip var. Bir dənə də bu tipdən işləyək. 13 tam 2-də 1 çıx 4 tam. Gördük, tam birinci gəlmədi. Əgər tam ikinci gələrsə, tam hissədən tam hissəni çıxırıq, qutarı getdi. 13-dən 4 çıxarım, olar 9 tam 2-də 1. Bu qədər. Gəlin, indi aşağıdakı tip məsələlərdən eləyək. Bu da əksər şagirdlərin çətinlik çəkdiyi tiplərdir. Azalan, çıxılan fərq, toplanan cəm, hər birinə aid bir nümunə eləyəcəm. 2-də 1 bərabərdir 1-ə. Gəlin, bunların adlarını oxuyaq. Azalan, çıxılan, bu da fərq. Azalan neydi? Arada cəmdə üzülürsən. Toplanan cəm. Toplananı tapmaq üçün görürsünüz, məhsulumuz toplanandır. Toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Yəni 1 çıx 2-də 1. Gəlin, indi bunun çıxmağını aşağıda eləyək. Görürük, bax, birinci tam hissə gəlibdir. Tam hissə birinci gəlində onu kəsir sayırıq. 1-dən kəsir sayıranda 0 tam qalır. Olur, onda kəs hissəsi 2-də 2. Çıx 2-də 1. O da bərabərdir 2-də 1-ə. Sonra davam eləyək. Məsəl üçün 13-cü tip tapşırığı. Tutaq ki, A çıx 7-də 2 bərabərdir 1-ə. Azalan, çıxılan, fərq. Azalan məhsulda azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. 1 üstəgəl 7-də 2. A bərabərdir. 1 tam toplayanda sadəcə də tamlar toplanır. 1 tam 7-də 2. Bunun tamı 0-dır. Ona görə 1 üstəgəl 0 olur. 1 tam 7-də 2. Baxın, indi baxaq hansı tip tapşırıq? 21 tip tapşırıq. 21 tip. Tutaq ki, 2 tam 4-də 3 çıx A bərabərdir 4-də 3-ə. Yenə azalan, çıxılan, fərq. Çıxılanı tapmaq üçün azalandan 2 tam 4-də 3. Azalandan fərqi çıxırıq. Görürük, bunlar kəsir hissələr bərabərdir. Olacaq A bərabərdir 2 tam 4-də 3-dən 4-də çıxanda 0 eləyir. 0 elə o bərabər nəyə? 2-yə. Deməli, bunu mən adətən uşaqlara belə bir qısa qaydasını öyrədirəm bu azalan çıxılanda. Məsələn, bəzən yaddan çıxır da, məhsul azalanı tapmaq üçün neyinirik, çıxılanı tapmaq üçün neyinirik. Bu belə bir mənə görə qısa və rahat üsuludur ki, odur ki, baxın, burada azalan, bax, tapılası ədədlərimiz bir-birindən uzaqdır, bax. Bununla bu. Uzaq olanda çıxırıq, yaxın olanda toplayırıq. Yəni, belə də yadda saxlamaq olar. Yaxşı, davam eləyək. Yəni, nə demək istəyirəm? İndi bir dənə bax, buna yazsam. Baxın, bir dənə bura. 10 çıx A bərabərdir 5 tam 4-də 1. Bax, görürsünüz, azalan məhsul ortadadır da, ədədlərin bir-birindən uzaqdır. Bir-birindən uzaq olanda çıxılır. A bərabərdir 10 çıx 5 tam 4-də 1.
tam hissə birinci gələndə çıxma necə olur? A bərabər 1 tam ayırırıq. 9 tam. Kəsr hissəsi digər kəsrin məxrəcinə görə olur. 4-də 4 çıx. 5 tam 4-də 1. 9 tam hissələr 1 çıxıram. 4 tam 4-də 3. Yaxşı. Burada başqa deyəsi sözümüz. Görək başqa tip bir dənə də işləyəcəm ki, nə qədər tip çox olsa bir o qədər də asan olar. Tutaq ki, baxaq bura. A üstə gəl 1 tam 4-də 3 bərabərdir 4 tam 4-də 4. Burada nədir? Bax, toplanan olanda isə, yəni istəyir məhsul qabaqda olsun, istəyir məhsul bu yerdə olsun, fərqi yoxdur. İstənilən halda çıxırıq. Ona görə A məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 4 tam 4-də 4 çıx 1 tam 4-də 3. Bu nə eləyəcək? Tamları çıxırıq. 3 tam 4-də kəsirlərdə 1 çıxır. 4-dən 3 çıxanda 1. Bu qədər. Yaxşı, baxaq başqa tip tapşırığa. Tutaq ki, A çıx 25-də 24 bərabərdir 1 tam 25-də 2. Bax, görürsünüz, arada çıxma olanda ədədlər görürsünüz bir-birinə yaxındır. Ədədlər bir-birinə yaxın olanda toplayırıq. A bərabərdir, addan da oxuyaq, azalan çıxılan fərq. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. Yəni, qayda yaddan çıxsa, belə də yadda saxlamaq olar. Ədədlər yaxındırsa toplayırıq, uzaqdırsa çıxırıq. 25-də 24. İndi A bərabərdir. Toplayanda rahatdır. Tamla tam, kəsirdən kəsir. 1 tam 25-də 24 üstə gəlir 2, 26. Bu da görürük düzgün olmayan kəsirdir. Bunu ayıra bilərik. 25-i, elə ki 26-nı 25-ə bölük. Orada bir dəfə 25 yerləşir. O 1 tam da tam üstünə gəlir. Olur 2 tam 25-də qalğın da qalır 1. Yaxşı, baxın görün başqa nə tip tapşırıq var burada. Gəlin bax, burada 16 tip tapşırığı eləyək. Lövhəni təmizləyirəm. 16 tip tapşırığa baxaq. 4 tam 4-də 3 üstə gəl 12A bərabərdir 19 tam 4-də 3-ə. Bax, arada toplama olanda istənilən halda dedim ki, çıxırıq. Məqsədimiz A-nı tapmaqdır. A da görürük, bir də 12-yə vurulub. Ona görə 12A bərabərdir 19 tam 4-də 3-dən çıxacaq 4 tam 4-də 3. Baxaq burada. 12A bərabərdir. 19-dan 4 çıxaram. 19-dan 4 çıxaram 16. Daha doğrusu 15. 4-də 3-dən də 4-də 3 çıxanda 0 qalır. A da bərabərdir. A-nı necə tapırıq? Vuruq, hasil. Vurğu tapmaq üçün hasili məlum vurğa bölürük. 15 böl 12. Bunlar da hər ikisi 3-ə gedə bilər. 5, bu da 4. O da bərabərdir. 1 tam 4-də 1. Elə bir ki, 5-in içində 4-də 1. 5-in içində 4 bir dəfə yerləşir. O da eləyib 1 tam 4-də 1. Yaxşı, davam eləyək. Sonuncu bir tip tapşırığı yazaq. Sonuncu bir tip tapşırığı yazaq. Sonuncu bir tip tapşırıq yazaq. Tutaq ki, bunu yazırıq. A çıx 3 tam 4-də 1 bərabərdir 3 tam 5-də 1. Bax, görürsünüz, burada arada çıxma olanda çox gözəl qayda öyrətdim. Arada çıxma olanda ədədlər yaxınsa bir-biri ilə toplayırıq. A bərabərdir 3 tam 5-də 1 üzərinə gəlirik 3 tam 4-də 1. Yenə qayda ilə də deyək. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. Həqiqətən də toplayırıq. İndi burada A bərabərdir. Bunlar fərqli kəsirlərdir. Fərqli kəsirlərdir. Yenə də tamla tamı toplayıram. Bu 6 tam yazdım əvvəldə. 5 ilə 4-ə bölünən ədədlərdir, yəni əkob. 5 ilə 4 görürük ki, qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Yəni 20. Əkobu tapandan sonra indirik. 20-ni məxrəcə bölürük, birinci kəsir məxrəcinə, vururuq sürətə. 20-ni 5-ə bölürük, 4. 4-ü 1-ə vururuq, 4. Üzərinə gəlirik, 20-ni 4-ə bölürük, indi digər kəsir məxrəcinə bölürük, 5, 5-i 1-ə vururuq, 5. O da elədir, A bərabərdir 6 tam 20-də 9. Bu qədər. Yaxşı, baxım görün başqa tip, hansı tip tapşırıqlar var. Deməli, baxaq burada. Məncə bu toplama çıxmadan kifayət qədər dedim.
Yaxşı. Burada baxaq. Misal üçün bu tip tapşırıq da izahını verim, sonra dərsimizi yekunlaşdıraq. Üstə gəl 31 bərabərdir 50-yə. Burada baxırıq. Əvvəlcə mən bunların ikisini toplaya bilərəm. 49 üstə gəl 31, 10, 90, bir də yadda 100. 100 çıx x bərabərdir 50. İndi burada yeni adlarını oxuyuruq. Azalan, çıxılan fərq. Bax, görürsünüz, arada çıxma olanda, ədədlər bir-birinə uzaq olanda çıxırıq. X bərabərdir 100 çıx 50. X bərabərdir 50. Qutardı getdi. Yaxşı, baxın, bir tip tapşırıq da eləyəcəm. Deməli, burada. Buna baxaq. 2x üstə gəl 10 bərabərdir 30-a. Bax, burada məqsədimiz x-i tapmaq. Görək, x vuruğa aiddir. Öncə buna bir ədəd kimi baxaq. Toplanan cəm. Toplananı tapmaq üçün cəmlə mənim toplananı çıxırıq. Olur, 2x bərabərdir 30 çıx 10. 2x bərabərdir 20-yə, x bərabərdir 10-a. Bu qədər. Hələlik ki, bu qədər kifayət edər. Heç nə, diqqətiniz üçün təşəkkürlər.